Ya Allah, hər vaxtımız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, Biləcəri qəsəbəsindəyik. Baxın, belə bir gözəl, möhtəşəm evlə əziz dostlar, sizin qarşınızdayıq. Əziz dostlar, evimiz giriş məlumatını verim, inşallah indi sürətli çəkiliş eləyəcək. Evimiz 7 otaqdan ibarətdir. 7 otaq. 7 otaq və 6 sotdadır, əziz dostlar. Sonra gəl qardaşım, Biləcəri qəsəbəsi 7 otaq, 6 sot. Əziz dostlar, gördüyünüz kimi Əsl həyət evi. bura evin bax hissəsidir. Çox gözəl işlənir. Əziz dostlar, hardan başlayaq bilmirik, üzrü sayın. Əsas odur ki, özünüz diqqət edin yana. Burada nəsə açıqlama verməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Bura besetkadır, orada da həyətdə hamam sanitar qopşağıdır əziz dostlar. Hazır deyil amma Hazır deyil, bəli. Dural, silən götür, qəşəng, ətrafı götür qardaşım. Ətrafı götür. Buranın sərdən görsələrdir, sərəsimalı. Gördüyünüz kimi burada bisetkadır. İncir işləri qalır. Evin arxasında Dural. Get o tərəfdən götür. O tərəfdən get. Buranı qoy göstərim. Necə görsənir? Gördüyünüz Möhtəşəm. Böyle evinin arxa hissəsi, arxa görünüşüdür. Əziz dostlar, yəni də təkrar edirəm, 6 sotda 7 otaq. 2 mərtəbə. Möhtəşəm. Möhtəşəm Biləcəri. Yola da yaxındır, çox gözəl. 92 və 170 nömrəli marşrutlara lap yaxın. 70-80 metr məsafədə, əziz dostlar. Əla. Yaxınlıqda bağça və məktəb də var. Birinci mərtəbə. Birinci mərtəbə. Bilmə əziz dostlar, evimizin hər mərtəbəsi 143 kvadrat metrdir. 143. 2 mərtəbə birlikdə eləyir, 286 kvadrat metr. Möhtəşəm. Gəl. İstifoldur da 100% deyir. Tural. 9'u 4'e vurandan neçə eləyir? 36 eləyir. 36 kvadratdır, əziz dostlar. 36 kvadrat. Baxın, möhtəşəm. Birinci mərtəbə. Restoran var. Burada belə ürəyin istəyən burada qonaqları yola vermək üçün şərait var. Həqiqətən də super. 9'un 4'e əziz dostlar. 2 mərtəbədir bu. Bəli, bəli. Yer birinci mərtəbə. Birinci mərtəbənin pol hissəsi tamına istipoldur əziz dostlar. İstipolla təsis olunub. Mətbəx. Mətbəx. Ay maşallah. Bu nə deyim? Mətbəx. Ən azı 25 kvadratdır. Ən azı 25 kvadratdır. Ən azı. Geçin 5'ə deyil, nə bilim, nə çaxır belə bir şeydir. Ən azı 25 kvadratdır. Və 2 dənə böyük yataq otağı burada. Ay maşallah. Burada bir dənə belə ölçüm bura. 1, 2, 3, 4. 4 yarımın. 1, 2, 3, 4 yarımın. 4 yarımın, 17-18 kvadrat. Və əziz dostlar, həmən ölçü də buradadır. Həmən ölçü də buradadır. Burada əlavə izaha ehtiyac yoxdur, əziz dostlar. Tüm pəncərələr öz həyətinə baxır və birinci mərtəbədən arxaya bağa da çıxış var, əziz dostlar. Baxın, burada gözəl bir şərait yaradıblar ki, evdən çıxırsan qəşəng, ayağın palçığa batmadan. Həb otur burada yeyib içir. Gəlirsən, bax bura. Burada da çay hazır vəziyyətdədir, dəmləyib içirsən. Qəşəng. Açıqlıq ərazidir deyənə. Allah, küləyə baxın, küləyə. Külək. İndi deyəcək arası tərəflə. Gəl qardaşım. Əziz dostlar, mərtəbə arası monolit betondur. Həqiqətən möhtəşəm evdir. Hər mərtəbəsi 143 kvadrat metr. Biləcəri qəsəbəsi. Biləcəri qəsəbəsi. Möhtəşəm. Duraq, görsə duranı. Baxın əziz dostlar, kollektor sistemi bura yığılıb. İstipolun kollektor sistemi oraya yığılıb. Bura kombi radiatorun yeridir əziz dostlar. Evin bu bir tərəfdə açıqdır. Və qalxırıq ikinci mərtəbəyə. Ya Allah. İkinci mərtəbə qalıb. Mən deyim qurtarmış. Ay harada bu? 7 otaqdır. Maşallah. Belə bir kiçik balkon. Qəşəng. Maşallah, maşallah. Gəl Tural, əvvəl otaqları görsənər. Əziz dostlar, ikinci mərtəbədə 4, deməli 3 yataq otağı, ikinci mərtəbədə 1 qonaq otağı, 1 mətbəx və 1 hamam sanitar qovşağı. Əziz dostlar, gəl qardaşım, ora qonaq otağına harada girərik. Gəl bura. Ya buradan girəcəyəm, dur. Hardan rəngsiz? Defislidir. Uşaq otağı. Uşaq otağıdır. Qonaq otağına axırda girəcəyik.
Maşallah. Və bir yataq otağıdır. Aşağının eynisidir əziz dostlar. Aşağının eynisidir yuxarıda. Bura hamam sanırdı. Bəh. Gördüyünüz kimi. Deməli 1, 2, 3, 4, Burada da 5 bir metr. yataq otağıdır. Bura isə Əziz dostlar, mətbəx tam-tamına indi ölçdük. 5-in 4-dədir. Tam-tamına 20 kvadrat. 20 kvadrat. Çox güman ki, aşağı ölçü də belədir. Orada 20 kvadrat. Əziz dostlar, tam-tamına panorama pəncərələr, işıqlı, gözəl. Sədək qonaq otağı. Və əziz dostlar, yuxarıda da belə bir möhtəşəm, qəşəng, ürək açan, işıqlı qonaq otağımız var əziz dostlar. Bu tərəfə keç, buradan qaranlığa düşməyim mən. Əziz dostlar, Biləcəri qəsəbəsində Qardaşlar Mebelin yaxınlığındadır. Qardaşlar Mebel tanınan bir ərazidir burada. Qardaşlar Mebel, Biləcəri qəsəbəsində. 92 və 170 nömrəli marşrutlar. Əcəm metrosuna gelirlər əziz dostlar. 70-80 metr, lap olsun 100 metr. Məsafədədir, çox yaxın məsafədə əziz dostlar. Yaxınlıqda uşaq bağçası var, məktəb biraz kənardadır. Amma yerləşmə yeri yenə də əladır əziz dostlar. Möhtəşəm. Evin qiyməti əvvəllər çox baha qiymətə qoyulmuşdu. Qısa vaxtda endirildi qiymət. Hal-hazırda bu evin satış qiyməti ev sahibi tərəfindən təyin olunub 165.000 manat. İnşallah ki, real müştəriyə yəni endirim olacaq. Ev sahibi ilə inşallah razılaşmaq mümkündür əziz dostlar və 6 sota bələdiyyə sərəncamı var, köhnə tarixə. Arxı barəşi ilə bir yerdə. Qaz, su, işıq, sayğazlar hamısı yerindədir əziz dostlar. 314 nömrəli məktəbin yaxınlığında. 314 nömrəli məktəb yolun qarşı tərəfindədir. Bəli, yolun o tərəfi yaxın. Yolun qarşı Oradan da tərəfində. ora hardasa bir 150-200 metr. Olsun hə, 150-200 metr olar hə. Çox əla bir yerdə əziz dostlar. Tural, gəl istəyirsən sonda bir həyəti də bir geniş götür. Ya istəyirsən burada tamamlandır, fərqi yoxdur. Maşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satış təminatınız varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Artıq dərəcədə xahiş edirik videoya baxan insanlardan o videolarımızı bəyənin ki, like eləyin, like daha eləyin. çox insanın izləsin, daha çox insanın qabağına çıxsın. Like eləyin əziz dostlar. Ay maşallah. Allah hər birinizdən razı olsun. Çox gözəl, geniş də, həyətli. Tural, Qəşəng. ay Tural, söndürmə videonu. Söndürmə. Bax bir yana. Oradan bir kontrat zəhmət olmasa. At yerə. Yaxşı, bax atdıq yerə. Atdıq yerə. Bir dənə Yəni qoy bura görsünlər. istənilən saatda Baxın əziz dostlar. su naporla gəlir. Aləm dəydi bir-birinə. Qatlamamış yılaqlardansa. Yox. Baxın dostlar. Türkün məsəl şilan quzundur. Həyətin istənilən yerin bu formada sulamaq mümkündür əziz dostlar. Baxın bu ağacları da sulamaq. Əla, möhtəşəm. Yəni bunları göstərməkdə məqsəd budur ki 24 saat su var. 24 saat. Gün istənilən vaxtı su, qaz, işıq hamısı qaydasındadır. Allah hər Fasiləsiz əziz birinizdən dostlar. razı olsun. Allah evi olmayanlara Amin. qismət edər.